Salam değerli dostlar, hər vaxtınız xeyirli olsun. Allah hamının işini avand eləsin, Allah hamının ruzisini bol eləsin. Deyir mollaya getməkdənsə ustaya gəlmək daha məsləhətlidir. Allah hamıya can sağlığı versin. Nəysə sözüm onda deyil, qardaş, tədbiri vaxtında görmək lazımdır. Maşınızda əgər qara tüstü, deyək ki, kərkinmə, sönüb, təzdən vurursan, xodlanma, təsadüfən ola bilər, bir dəfə ola bilər. Belə şeylər varsa, belə şeylərin qarşısını qabaqcadan alın. Qabaqcadan alın. Xüsusən bu sep motorlarda qabaqcadan alın. 4 dənə fasıq alın, 4'ü də xarabdır. Yanacaq nasosu xarabdır. Yanacaq nasosu xarab olur, vaxtında sənə bildirir. Amma sən hər hansı bir tədbir görmədiyin üçün, bax, sonra da fəsadlara bax görürsən, dəmir qırıntıları, yanacaq nasosunun içində yeyinti, dəmir qırıntıları. Bu da gəlib sizi təxminən 1500 xərcə salır əziz qardaşlar. Ona görə də vaxtında tədbir görün ki, 500 manat, 300 manat, 400 manat sizin cibinizə qalsın ki, onu xərcləməyəsiniz. Budur. Əziz dostlar, videolarımızı bəyənin, videolarımıza yorum yazmağı, paylaşmağı unutmayın. Buradan da bəzi ustalar deyib qiymət endirim edirsiniz. Qiymət mən endirim eləmirəm. Təkcə bunun yanacaq nasosunu 100 manata dəyişirəm əziz qardaş. Mən bunun septəsini 200 manata dəyişirəm. Onu çəkdim video ayın axırına kimi, ayın axırı da qutardı. Gələn olmadı, öz problemidir. Gələn olubsa da Allah xeyrini versin. Heç nə, sağ olun, salamat qalın. Videonu bəyənməyi, yorum yazmağı unutmayın. Sağ olun.